bir nəfər olur, Yaqub Məğribi adında bir şəxs olur. İmam Kazım əleyhissalamın yanına gəlir. İmam Kazım əleyhissalam baxır həmin şəxsə, deyir, bəs sən qardaşınla filan mənzildə, əlbəttə bunlar səfər eləyirlər, də harasa gedirlər, yol üstü bu şəxs gəlir İmam Kazım əleyhissalamın yanına. Və İmam Kazım əleyhissalam buna deyir ki, sən filan mənzildə qardaşınla dalaşdın və bir-birinizə xoşagəlməz ifadələr işlətdiniz, təhqiramiz ifadələr işlətdiniz. Bu da bizə xas olan, bizim məktəbimizə xas olan bir şey deyil. Bizim məktəbimizin davamçıları gərək belə şeylər eləməsinlər. Və İmam Kazım əleyhissalam orada buyurur ki, sənin qardaşın səfərdən qaydanda evə çatar-çatmaz dünyasını dəyişəcək. Amma sən ömrün uzanacaq, ömrün uzanıb daha doğrusu. Sahabə soruşur ki, ağaca niyə belə, bəyəm mənim ömrümə az mı qalmışdı? İmam buyurur ki, bəli, sənin ömrünə az qalmışdı, sən gedib bibivi ziyarət elədin deyə Allah sənə uzun ömür verdi və qardaşın isə bibisini ziyarət eləmədi, bibisini yad eləmədi deyə Allah onun ömrünü azaltdı.